Kirovsk şəhəri. Kirovsk şəhəri Murmansk vilayətində yerləşir. Şəhər Kola yarımadasında yerləşir. 1929-cu ildə Sovet hökuməti vaxtında burada apatit və nefelen yataqları kəşf edildi. Da qəsəbə salınmağa başlandı. 1931-ci ildə bu qəsəbə şəhər statusu aldı. Buranın birinci adı Xibenogorsk idi. Daha sonra bura Kirovsk adı verildi. Şəhərin iqtisadiyyatı əsasən sənayedən asılıdır. Şəhər əsasən mədən sənayesi ilə məşhurdur. Apatit və nefelen kimi bayaq qeyd etdiyim kimi. Kirovsk həm də dağ meşələri ilə də məşhurdur. Yəni burada xizək sürmək və s. Bura dağlıq şəhərdir. Həmçinin burada tundra və tayqa meşələri mövcuddur. Burada əvvəl dəmir yolu vağzalı olub, lakin əhali get-gedə azaldığına görə və o dəmir yolu vağzalına tələbat azaldığına görə ora bağlanılıbdır. Vağzal Kirovskla Murmanskını bir-birliyi ilə birləşdirirdi. Vağzal 1939-cu ildə açılmışdı. 1996-cı ildə isə bağlanıldı. Şəhərin ən pik əhali sayı isə 45 minə yaxın idi. İndi şəhərin əhalisi təxminən 21 min adamdır. İnsanlar buranı tərk eləyir, çünki burada demək olar ki, karyera şansı yoxdur. Hava çox soyuqdur, insanlara D vitamini çatışmır. Çox insanların qütb gecələri xoşuna gəlməyə bilər. Rusiyanın digər böyük şəhərlər daha böyük karyera şansı verir. Bura isə demək olar ki, karyera şansı vermir.